Hər kəsə salam. Çox yazıb məsələlər istədiyinizə görə bir neçə gün ancaq məsələlərdən video çəkməyə çalışacağım. Baxaq belə bir suala. Ayrı dövlət qulluğuna düşə bilər, həmçinin digər imtahanlara da bu tipli suallar düşə bilər. Deməli deyir ki, 5 müxtəlif 2 rəqəmli natural ədədin ədəd ortası 16-dır. Bu ədədlərdən böyüyü maksimum neçə ola bilər? Biz birinci ədəd ortanı yadımıza salırıq. Ədəd orta nədir? Ədədlərin cəminin sayına bölürük, alınır ədəd orta. İndi 5 dənə müxtəlif 2 rəqəmli ədəddir. Biz bilmədiyimizə görə birini A yazıram, B yazıram, C yazıram, D yazıram və E yazıram. Və 5 dənəsinin toplamını bilirik ki, sayına bölsək, ədədi ortası alınır, yəni 16 alınır. Onda bu 5 ədədin cəmi nəyə bərabərdir? Bunu tapaq. A üstəgəl B üstəgəl C üstəgəl D üstəgəl E bərabərdir. 5 dəfə 6 30, yəni 5 6 verir 30. 0 yazıram. 3 yadda 5 dəfə 5, yadda da 3 80. Deməli əslində bu 5 ədədi toplayanda toplamı 80 imiş. İndi bu ədədlərdən ən böyüyü neçə ola bilər maksimum onu soruşur. Nə edirik? Ona görə bu tərəfdən ədədlərin ən kiçiyindən başlayırıq. Məsələn, ən kiçiyi 10 ola bilər. Çünki 2 rəqəmli ədədlər dediyinə görə ən kiçiyini 10 verirəm. Və hər biri bir-birinə müxtəlifsə, digər kiçik ədəd 11, digəri 12, digəri isə 13 ola bilər. 4 dənəsi 10, 11, 12, 13 olsa, yəni ən kiçiyi qoysaq, bunların toplamı nə qədər olar? 46 olar, düzdürmü? 46. Deməli 4 dənəsi 46-dırsa, böyüyü ən çox neçə ola bilər? 80-dən 46-nı çıxıram. 10-dan 6 çıxıram 4, 7 də 8 də 1-in verdi, qaldı 7. 7-dən 4 çıxanda 3, 34. Deməli bu 5 ədəddən ən böyüyü ən çox 34 ola bilər. Olur cavabımız D variantı. Bu tipli suallarda nə çətinlik çəksəz yorumlara yazırsınız və yaxud da bu tipli suallardan çox istəyirsinizsə yenə yazırsınız. Mən də bu videolardan çəkirim. Sağ olun.